Choose the correct picture. Düzgün şəkli seçin. I have one nose. Mənim bir burnum var. Hansı variantda burun şəkli görürük? B variantında. A-da ağız görürük, düzdür? Belə yazılmalıydı. I have one mouth. Mənim bir ağzım var. C-də isə gözləri görürük. Necə deyəcəkdik? I have two eyes. Mənim iki gözüm var. Bizim cavabımız oldu B variantında. Choose the correct variant. Düzgün variantı seçin. This is my is. Is bilirik ki, yalnızca təkdə olan isimlərlə istifadə olunur. Hands, əllər cəmdədir. Xəbəri is ola bilməzdi. Ears, qulaqlar yenə cəmdədir. Bunun da xəbəri is ola bilməzdi. Leg, ayağı isə təkdədir. Bunun xəbəri is ola bilər. This is my leg. Bu mənim ayağımdır. A variantı doğru cavabdır. Match, uyğunlaşdırın. Birinci ifadə tooth, diş. Diş şəklini C variantında görürük. 1-ə uyğun gəldi C. 2-də yazılıb finger. Finger barmaq deməkdir. Bunu görürük B variantında. 3-də yazılıb mouse. Mouse isə ağız deməkdir. Bunu da görürük A variantında. 1-ə oldu C, 2-yə B, 3-ə A. Cavabımız B variantında. Choose the correct answer. Düzgün cavabı seçin. What are they? Bunlar nədir? Bunlar nələrdir? Şəkildə nə göstərilib? Robotun ayağı. Ayaq ingiliscədə leg olaraq deyilir. Ona görə də deyəcəyik they are legs. Bunlar ayaqdır. They are legs. They are teeth. Bunlar dişdir. Şəkildə diş göstərilməyib. They are eyes. Bunlar gözdür. Göz də göstərilməyib. B variantı oldu doğru cavabımız. Match, uyğunlaşdırın. Birinci yazılıb chomp. Chomp dişləmək deməkdir. B variantındakı oğlan almanı dişləyir. 1-ə B yaza bilərik. Blink. Blink göz qırpmaqdır. C variantındakı oğlanı bura əlavə edə bilərik. Üçüncüdə isə sniff. Sniff qoxlamaq deməkdir. A variantındakı qız da gülü qoxluyur. 3-ə də A yaza bildik. Oldu 1B, 2C, 3A. Yəni cavabımız A variantındadır.